Bu dərsdən etibarən artıq JavaScript dərslərinə start verəcəyik. İlk olaraq JavaScript nədir? Gəlin bu haqda biraz məlumatlı olaq. JavaScript web səhifələrə interaktivlik və dinamika əlavə edən proqramlaşdırma dilidir. Yəni HTML səhifənin quruluşunu yaradırsa, CSS dizayn və görünüş verirsə, JavaScript də səhifəni canlandırmağa kömək edir. JavaScript ilə ümumiyyətlə nə etmək olar? Misal, düyməyə klik edəndə hadisə işlətmək, forum məlumatlarını yoxlamaq, slider yaratmaq, məsələn, swiper kimi slaydlar yaratmaq, appdən məlumat çəkmək, səbət sistemi qurmaq, oyun yazmaq, backend yazmaq, yəni bütün bunların hamısını JavaScript ilə etmək mümkündür. JavaScript JS uzantılı fayldır. Yəni mən gəlib Visual Studio Code'da index.js yazdığım zaman baxın bu şəkildə JavaScript faylını yaratmış oluruq. Nə üçün index? Yəni faylın adı index olaraq oldu. Misal, mən bunu fərqli bir ad ilə də qeyd edə bilərdim. Hər hansısa bir, tutalım ki, adam adı, insan adı və yaxud da digər fərqli adlar da qeyd etmək olar. Index.js bir növ ana rol kimi gedir. Nə üçün? Çünki adətən proqram buradan başlayır. Digər fayllar buradan import olunur. Server və ya tətbiq burada işə salınır. Yəni bu faylda index.js faylında işə salınmış olur. Bunu növbəti dərslərimizdə artıq importun nə olduğunu və yaxud da ki, serverdə işlədiyimiz vaxtı index faylının necə önəmli olduğunu görmüş olacaq. İndi gəlin növbəti dərsimizdə artıq bir funksiya yazaq və onu brauzerdə oxutmağa çalışaq. Növbəti dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.